Bana bak. Gedib Toğrula her şeyi danışacaksan. Bütün kurduğun oyunların hamısını bir diyeceksen, onu anlatmayacaksan. Deyə bilmərəm Layla, indi desəm hər şeyi məhv eləyərəm. Sen demesen ben gedib diyeceğim. Ben sen kimi vicdansız değilim. Layla bax sən haqlısan. Düz deyirsən, mən çox səhv eləmişəm. Amma bütün bunların hamısını Toğrul məni sevsin deyə eləmişəm. Mən onu sevdiyimə görə eləmişəm. Sevgi? Böyle sevgi olar. Bəs de yalan danışdın. Sen hiç sevginin ne olduğunu da bilmirsən. Sen Toğrulu pulundan, şan şöhrətine göre istəyirsən. Nə olar Layla? Gəl. Deyəsən söhbətinizə mane oldu. Yox, elə belə danışırdıq. Ləman. Lale. Sen niye ağlıyorsun? Benden nasıl gizlədirsiniz? Toğrul. Mələk. Mələk yadına düşdü. Ona görə pis olub ağlayır. Hə Hüseyin. Çatmısan? Hə, yaxşı gəlirəm. Anam gözləyir səni. Hə, Niye danışmadın? Niye her şeyi demedin? Layla başa düşmürsən, indi deyə bilmərəm. Xavəri bizim haqqımızda danışıb, gedib qadınla danışmalıyam. Necə deyim mən? İndi gedib danışacaksan. Sonraya kalsa daha da çətin olacak. Sen danışmasan ben gelip danışacağım. Layla bəsdir, mən sənin düşmənin deyiləm. Mən bunların hamısını Toğrulu sevdiyim üçün eləmişəm. Niyə başa düşmürsən? Haqlısan. Amma sən səhv eləyəndə mən belə eləmirdim. Mən həmişə sənin yanında olmuşam, sənə dəstək olmuşam, səni fikirləşmişəm. Kəş biraz da sən məni fikirləşərdin.